Khan Akademiyaya müraciət edən tələbələrin əksəriyyətinin tək istəyi var, aptekdə müstəqil şəkildə işləyə bilmək. Aptekdə müstəqil sərbəst şəkildə işləyə bilmək üçün bizə nə lazımdır? Onu nəzər yetirək. Aptekdə işləmək üçün ilk öncə biz dərmanları tanımalıyıq. Farmakologiya kitablarında dərmanların tərkibi qeyd olunur. Məsələn, bir nümunə ilə bunu izah edin. Pantoprazol. Bu, mədə turşuluğunu azaldan bir tərkibdir, pantoprazol. Amma biz apteka getdiyimiz zaman bizim qarşımıza pantoprazol tərkibi tək olaraq deyil, satış adları şəklində qarşımıza çıxır. Dərmanların ticari adları. Məsələn, pantoprazol bizim qarşımıza Pantodenk, Ulsepan və Pantoron adı ilə çıxır. Və s. və s. Aptekdə sərbəst şəkildə işləmək üçün biz bu dərmanların satış adlarını tam şəkildə bilməliyik. Eyni zamanda dərmanların istifadəsinə göstərişlər, hansı dərmanlar hansı xəstəliklərdə istifadə olunur. Bunu da bilmək üçün bizə kliniki farmakologiya tərəfi önəmlidir və bunu da öyrənməliyik. Onunla yanaşı dərmanların istifadə qaydası, yaş məhdudiyyəti, hansı dərmanlar uşaqlarda, hansı dərmanlar hamilə xanımlarda, hansı dərman hansı yaşdan istifadə olunur, bunları da mütləq qaydada bilməliyik. Və sonra resept oxuma qabiliyyətimiz olmalıdır. Reseptləri rahat və aydın şəkildə oxumalıyıq ki, bizə yaxınlaşan müştəriləri rahat şəkildə yola sala bilək və reseptlərdə səhvə yol verməyək. Və eyni zamanda bizə bununla yanaşı müştəri ilə ünsiyyət qabiliyyəti lazımdır. Müştərini anlamaq lazımdır. Müştəri nə istəyir, bunu başa düşmək lazımdır və onun istəyinə uyğun, şikayətinə uyğun müştəriyə dərman vermək lazımdır. Və bunun üçün də bunu rahatlıqla eləyə bilmək üçün bizə dərmanlar haqqında geniş məlumat lazımdır, farmakoloji savad lazımdır. İndi mən sizi Khan Akademiyada səyahətə çıxardacağım və Khan Akademiya nələri öyrədir, siz bundan tanış olacaqsınız. Khan Akademiyada dərslər necə keçirilir? Bunu qısa bir misallar üzərində sizə göstərəcəm. İlk olaraq dərman qrupları nəzəri olaraq bilgilər verilir dərman qrupları haqqında. Məsələn, öskürək əleyhinə dərmanları keçiriksə, öskürək əleyhinə olan dərmanlar əsasən iki qrupa bölünür. Quru öskürəkdə və bəlğəmli öskürəkdə istifadə olunan dərmanlar. Quru öskürəkdə istifadə olunan dərman nümunələri verilir. Bəlğəm gətirici dərman nümunələri göstərilir, tələbələrə qeyd elətdirilir. Məsələn, bunun birinin üzərində izah edək. Ambroksol tərkibli. Ambroksol tərkiblilər bəlğəmi durulaşdırılaraq bəlğəmin xaric olmasını asanlaşdıran bir dərmanlardır. Eyni zamanda bromheksin də bəlğəm gətirici sayılır, bəlğəmi durulaşdırılır, yapışqanlığını azaldaraq xaric olmasını asanlaşdırır. Asetilsistein və karbosistein isə daha çox bəlğəmi parçalara ayıraraq çıxarılmasını asanlaşdıran dərman preparatlarıdır. Bromheksin dərmanı haqqında bir bilgini verək, ekstra olaraq. Bromheksin dərmanı qəbul edildiyi zaman qaraciyərimizdə metabolizə olunaraq ambroksola çevrilir və ambroksol şəklində öz təsirini göstərir. Ambroksol eyni zamanda yerli keyləşdirici və iltihab götürücü xüsusiyyəti olduğuna görə boğaz qıcıqlanmalarında, boğaz ağrılarında da istifadə oluna bilir. Əsasən ambroksollar tablet, sirop və pastil formalarında, hətta bəzi ölkələrdə sprey formalarında mövcuddur. Bu nəzəri bilgilər və s. verildikdən sonra tələbələrimizə aptekdə bu tərkiblər hansı adlarladır? Onlar göstərilir, onu da göstərirəm mən sizə indi. Dərman preparatlarının tərkibi haqqında nəzəri bilişlər tələbələrə verildikdən sonra ikinci mərhələ olaraq dərmanların apteklərdə satış formaları tələbələrimizə göstərilir vizual olaraq. Məsəl üçün, ambroksolu biz izah etdik. Ambroksol haqqında nəzəri bilişləri verildikdən sonra ambroksol apteklərimizdə hansı formalarda rast gəlinir, onları göstəririk. Məsəl üçün, belə deyək, ambroksol, pulmaksol, lazolvan, sekrazol, fibron, mukalin, xaliksol, broksol və s. dərman ticari adları ilə apteklərdə mövcuddur. 30 mg dozada olan ambroksol tərkibli siroplarımız böyüklər üçün nəzərdə tutulub, 15 mg dozada olan ambroksol tərkibli siroplarımız uşaqlar üçün nəzərdə tutulub. 15 mg-lar əsasən 2 yaşdan yuxarı uşaqlarda istifadə edilir. Dərman slaydları vizual olaraq tələbələrimizə göstərilir və eyni zamanda bu bütün keçirilən məlumatlar Khan Akademiyanın tələbələrinə göndərilir
və tələbələr bunlar üzərində çalışaraq gələcəkdə işləyəcəkləri apteka tam hazır olurlar. Bundan sonra isə artıq 3-cü mərhələ başlayır. Növbəti mərhələdə tələbələrimiz üçün onların WhatsApp qrupuna xüsusi notlar göndərilir. Bu notlar nədir? Dərmanın tərkibi, bayaq izah etdiklərim, ambroksol tərkibli və o tərkibdə olan ticari adlar, məsələn, Lazolvan 30 mg və 15 mg, Fibron 30 mg və 15 mg. Bunlar ticari adlardır ki, bunlar apteklərdə bu adlarla mövcuddur. Və tələbələrimiz tək bunlar deyil, bir çox tərkiblər və dərmanların ticari adları tələbələrimizin qruplarına göndərilərək öyrənməyini istəyirik. Bununla bitirmi? Xeyr. Hələ də davam edir. Növbəti mərhələdə tələbələrimiz üçün sual-cavab qrupu mövcuddur. Həm bu qrupa tələbələrimiz daxil edilərək, tələbələrimiz burada öyrəndiklərini yoxlayırlar. Məsələn, belə bir situasiya məsələsi deyək. 36 yaşlı bir kişi idiopatik övrək üçün daha effektiv antihistamin istəyir və avtomobil idarə edəcəyini bildirir. Hansı dərmanı məsləhət görərdiniz? Burada sualın məqsədi ondan ibarətdir ki, yuxu gətirməyən antihistamin preparat hansıdır və plus övrədə istifadə olunacaq həmin bu preparat. Burada düzgün cavab, məsələn, tələbələrimiz qeyd etdiyi zaman Zefexal 180 mg düzgün olduğu avtomatik olaraq tələbələrimizə bildirilir. Hətta bəzi suallarımızda burada xüsusi işarə qeyd olunur. Həmin işarəyə vuraraq tələbələrimiz tıklayaraq əlavə məlumatlar da alır. Bu suallarla bitmir. Bunun kimi nə qədər sual desək tələbələrimiz işləyə bilirlər. Və ümumi olaraq, əlavə olaraq Khan Akademiya öz tələbələri üçün belə bir fürsət də yaradır ki, video dərs paketlərimiz, offline video dərs paketlərimiz, yəni dərslərdən çəkilmiş canlı videolarımız, tələbələrimiz ödədikləri aylığın içərisinə daxil olmaqla, əlavə pul ödəmədən bu video paketlərə abunə ola bilir və bu dərs görüntülərini kurs müddəti, məsələn 4 aylıqsa 4 ay, 6 aylıqsa 6 ay müddətində 24 saat ərzində istədikləri vaxt izləyə bilirlər və əlavə məlumatlar və yaxud da bildiklərini, öyrəndiklərini təkrarlaya bilirlər. Və eyni zamanda kim istəsə kursumuzun tələbəsi olmayan digər tibbə marağı olan əczaçılarımız və digər tələbələr də bu video paketlərə abunə ola bilərlər ödəniş etməklə. Və bu videolarda demək olar ki, bir çox bölmələri tamamilə əhatə edir. Son olaraq, Khan Akademiya hər ay sonu öz tələbələri üçün sınaq imtahanı təşkil edir və onlara əczaçlıq üzrə sual kitabçası təqdim edir. Həmin bu sual kitabçasında olan suallar müasirdir və hal-hazırda apteklərdə satılan dərmanları tam olaraq əhatə edir və onlar haqqında ümumi bilgini verir. Məsələn, bir sual oxuyaq. Sistemik kortikosteroidlərin uzun müddətli istifadəsi hansı metabolik pozğunluğa səbəb ola bilər? Bu sualı bilməyimiz nə üçün lazımdır? Apteklərdə satılan deksametazon, prednizolon dərmanları kökəlmək üçün istifadə olunur. Bunu uzun müddətli istifadə etsək, bizdə hansı yan təsir formalaşar, onu bilməyimizə kömək olur. A variantı hipotiroidizm, B variantı hiperglisemiya və steroid diabeti, C variantı anemiya, D variantı hiperkalsemiya. Khan Akademiyada nəzəri məlumatları mənimsəmiş tələbə çox asanlıqla bunun B variantı hiperglisemiya və steroid diabeti olduğunu bilir. Çünki kortikosteroidlər qanda şəkərin səviyyəsini artırır. Və son olaraq bunu bildirək ki, Khan Akademiya öz tələbələrinə sertifikat təqdim edir və bu sertifikat 3 növ olaraq təqdim olunur və bu da imtahan nəticəsinə görə verilir. Birinci yerdə fərqlənmə sertifikatı gəlir. Bu təqdim olunan suallardan ən çox düzgün bal toplamış tələbələrimizə verilir. İkinci yerdə müvəffəqiyyət və son olaraq da iştirakçı sertifikatı verilir. Hər birinizə uğurlar arzulayıram və ümid edirəm ki, siz də Khan Akademiyanı seçib, düzgün seçiminizi edib və gələcəyinizə
bir yatırım edəcəksiniz. Təşəkkürlər.